Ramazan ayında aktual olan məsələlərdən biri də idman rejimi və qidalanma balansını qorumaqdır. Çünki oruç tutarkən orqanizmin enerji səviyyəsi aşağı düşdüyü üçün diqqətli olmaq vacibdir. Bəs oruç tutan idmançılar məşq zamanı hansı prinsiplərə əməl etməlidir? Rejimə gəldikdə isə heç bir idmançı Ramazan ayında inkişaf gözləyə bilməz. Çünki insan ac qalır, istər-istəməz immunitet düşür, bədəndə su azlığı yaranır. Burada istər-istəməz hamısını bir yerdə gətirib, gücsüzlüyə gətirib çıxardır. Bu ayda idman məşqləri etmək üçün düzgün vaxt seçmək vacibdir. Ən yaxşı vaxt oruca 1 saat və yaxud da 1 saat yarım qalmış məşq olunması daha yaxşıdır ki, o məşqdən sonra evə gedib orucu açıb normal qaydada qidalanmaq və su içmək lazımdır. Oruç tutan idmançıların hansı idman növü ilə məşğul olduğu da tez-tez müzakirə olunan məsələlərdəndir. Hansı idman növü oruç tutmağa imkan vermir? Oruc ola da müxtəlif idman növlərindən də məşğul olmaq olar. Yəni bu sırf fitnesə aid deyil, MMA olsun, qaydası döyüş, judo, güləş, yəni istədiyiniz idman növü ilə məşğul olmaq olar. İnsandan insana çox şey asılıdır. Yəni heç kim anatomik cəhətdən, yəni quruluş cəhətdən eyni deyil. Maraqlıdır. Oruç tutan idmançılar özləri bu barədə nə deyir? Özlərini necə hiss edirlər? Oruç tutaraq idmanla məşğul olmaq onlara çətin deyilmi? Özlərindən soruşaq. Okay, hello, salam alaikum to all the people who are fasting right now. Oruç tutan hər kəsi salamlayıram. Bilirəm, asan deyil. Ramazan ayında idmanla məşğul olmaq çox çətindir. Öz təcrübəmdə oruclu olduğum zaman vaxtında yeməyə və qədərində su içməyə diqqət edirəm. Məşq edərkən ağıllı düşünərək çox sərt hərəkətlər etməməyə çalışıram. Çünki oruç tutanların ilk olaraq çoxlu enerjiyə və onu istifadə etdikdən sonra bərpa etməyə ehtiyacları var. İdmançıların qidalanması vacib məqamlardandır. Oruç tutan vaxtlarda isə bu xüsusilə vacibdir. İdmançıların orucluqda qidalanması necə olmalıdır? İdman edən insanlar, istər professional, istərsə də gündəlik həyatının bir parçasına idman edən insanlar Ramazan ayında xüsusilə diqqətli olmalıdırlar. Çünki burada 13 saatlıq aclıqdan söhbət gedir. Onlar deyə bilərlər ki, bizim aclıqla bağlı heç bir problemimiz yoxdur, acı qarnına da idman edə bilirik, hər şey yaxşıdır. Amma burada əsas məsələ su balansıdır ki, yaranan susuzluq onların idmanda göstərəcəkləri performansı azalda bilər. Çünki idman zamanında biz tərlədiyimiz üçün su itiririk, onsuz azalan suyumuzu biraz daha itirmiş oluruq. Müsahibimiz oruç tutan idmançılar üçün ən vacib qida qrupları barədə də məlumat verdi. Yaxşı olar ki, səhər yeməyində onlar yumurta istifadə etsinlər. Fərqli çeşidlərdə ola bilər. Soyutma, omlet, tərəvəzli omlet və pomidor yumurta deyək ki, istifadə edə bilərlər. Daha sonra yağ qrupundan zeytun, duzsuz olmaq şərti ilə və ya çərəzlərdən istifadə edə bilərlər. Bir ovuc və karbohidrat seçimi olaraq 1-2 dilim çörək ola bilər. Mütəxəssislər imsak zamanı yüngül, tez həzm olunan və orqanizmi enerji ilə təmin etmək baxımından zəngin minerallı qidaların qəbulunu məsləhət görür.